olsun. Biraz zəhmət olsa mənə də keçirə bilərsən. Kartında yoxdur. Olar, problem yox. Çox sağ ol, buyur. Buyurun kart, buyurun. Yo, götürün. Allah götürün. Sən can götürün. Allah götürün. Olmaz da, keçirmişsən çox sağ ol. Qardaş, belə eləmə, götür, tamam. Keçirmişsən yaxşı elə, tamam. Keçirdin çox sağ ol. İmkanım yox. Vallahi ihtiyacım yox. Mənim kimi. Qəşəngdir, qəşəngdir. Təzələmiş. Bəlkə ilk gün idi axşam, nə deyirsən? Olar, gedək. Mən də istəyirdim. Hala. Oradan da bulvara gedərik. Olar, problem yoxdur. Gedərik. Gedərik. Qardaş, salam, sənə tapana qədər zülüm çəkdim mən. Dur, Xahiş edirəm bu qəpik götür. dur, gedək. Ay qardaş. Götür da bunu, xahiş edirəm mən səndən. Mən sənə xahiş edirəm. Sal bunu cibə. Sal bunu xahiş edirəm, sal bunu cibə. Qardaş, mənim borcum nə qədər edir? 8 manat 50 qəpik. 50-ni buradan çıxartdı zəhmət. Burada da tapdım mən. Qardaş, çıx get. Narahat ödədim mən. 50-ni mən verdim, narahat olmadım. Gəldi gənclər evinin süjetini izlədik. Bugün B qrupu maşallah yaxşı başlayıblar, üzümüzü güldürürlər. Buyurun fikirlərinizi eşidək. Rafael müəllim. Bugünkü zəmanənin ən aktual problemlərdən biridir həqiqətən. O avtobusda, keçiddə kimsə xahiş edir, kimsə hə deyir, kimsə yox deyir və s. Uşaqlar məncə çox yaxşı oynadılar. İndi burada bizim sənətkarlar, yəni mimikaları, sifətləri bir dəfədə belə sağ-sol yox idi. Operatorlar da xoşuma gəldi. Avtobusun içində, düşəndən sonra da hərəkətdə kim çəkmişsə, yəni... Asan gündəlik, amma qəşəng bir sadə, bəli, asan. Texniki səbəblərdən biraz səhvləri var idi. Bir balaca, hə. Operator görsəndi, belə qrupunda. İndi o şaxtlardan onlar. Amma belə doğrudan da ki, elə bir mövzuya toxunublar ki, Azərbaycan xalqında şükürlər olsun ki, doğrudan əl çəkmirlər. Var belə bir şey. Var belə bir şey. Doğrudan da insanı, məsələn, laqeyd yanaşmırlar da, belə işlər olanda. Məsələn, sağ olsunlar. Uşaqlar... Köməkli eləyən də var və o pulu ona vermək istəyən də var. Doğrudan ki, yox, mən halallıq üçün götür da, nə qədər olmasa. Yaxşıdır. Afakan, Coşqun müəllim, bəli, müşükən. Aktual təqdirə layiq. Yaxşı idim. Bir balaca, uşaqlar deyirlər ki, 2 dəqiqə yerləşdirə bilmir. Haradadır bir dəqiqədir? Bir dəqiqə yoxdur bugün deyəsən. Gəlməyiblər, hə. 2 dəqiqə yerləşdirmə, amma bu bağ yeri var idi, bağ səhnəsi. Keşirlər güləşməyi. Və onu misal davaya biri yıxılsaydı, biri onun üstünə başladı. O ona bəşdir, o qız məsələsi ilə mağazin məsələsi o artıq idi. Amma hesabını verməyi biraz maraqlı idi. Borclu qalmır da. Borclu qalmadı. Amma çox həqiqətən çox şükür ki, biz belə bir xalqıq. Həqiqətən heç vaxt borclu qalmırıq. Bir-birimizin əlindən tutmağa çalışırıq.